Salam aleyküm dostlar. Hər vaxtınız xeyir olsun. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız. Mən də çox yaxşıyam bu aralar. Güllərimi sizə çəkmək istədim. Mənim üçün darıxan dostlarım, hər birinizi buradan qucaqlayıb öpürəm. İnşallah ki, sizin üçün hər yerimiz dağınıqdır. Hələ ki, işlərimiz bitməyib. Biraz başım qarışıqdır bu aralar. Amma yenə də əsasən də ən çox Nərminə Abbasova deyə bir izləyicimiz var. Bacımdır. Heç tanımasam da, görməsəm də hər videomun altına balaca short videolarda qısa güllərimi çəkib atmağa çalışıram. Kanalımı boş qoymaq istəmirəm. Bacı, ha vaxt video çəkirsən? Bacı, niyə video çəkmirsən? Biraz videolarımı sildim. Bilirsiniz, xeyli videolarım var idi. Biraz səliqəsizliyə görə, biraz nə bilim, güllərimin qablarına biraz rəddlər bildirmişdilər. Ona görə bilmirəm, niyəsə gözümdən düşdü güllərim. O videolarımı silmək istədim. İnşallah ki, çalışaram ki, nə belə ki, videolarım sizin həm gözünüzə, həm könlünüzə ithaf eləyər. Güllərim gözəldir, amma deyirlər qabları qəşəng deyil. İndi o da nə eləmək olar ki, belədir. Sizə bu günlərim biraz uzun olacaq deyəsən video. Bəri başdan deyim ki, kanalıma aboneliklərimiz çox azdır. Abone olun. Bir dənə də bəyənmə işarəsini vurun ki, bizim kanalımız biraz böyüsün. Belə buradan başlayayım sizə. Bugün artıq bu güllərim ikinci dəfəsini açırlar. İkinci dəfə artıq belə gül açmağa başlayıb. Bu aralar baxımsız oldu. Bir ayda yığmışam, hərəsi bir yerdədir güllərimin. İstidə qaldılar, biraz çöllərdə, orada, burada xarab oldular. Amma yenə də mənim kimi güllərim də dözümlüdür. Nə qədər çətin şəraitdə, nə qədər çətinlikləri olsa da həmişə çiçəkləməyə çalışırlar. Belə gözəlliklərini göstərirlər. Bunlar belə ikinci dəfəsi artıq full açıqdır. Digər geranlarım da belə yenə gözəl çiçəkdədirlər hamısı. Bir ara dincəlməyə başlamışdılar, dincəlməyə keçmişdilər. Artıq başlayıblar çiçəkləməyə təkrar. Bir xeyli vaxtı da yenə elə çox elə bil şey olmadılar da, havalar sərinlik keçdi deyə çox ara məsafəsi vermədilər. Elə ancaq çiçəkli oldular da demək olar. Elə çox dincəlmə olmadı mənim güllərimdə. Bu da qablara əkdiyim balaca bu qədifə çiçəkləridir. Bunlar da elə bil çöldə qalıbdı. Biraz cücələr üstünə çıxıb, nə bilim. Amma yenə də yaxşıdırlar. Burada geran toxumu əkmişəm. Geranların toxumundan hələ ki cücərmə yoxdur, amma belə bu da buradadır. Belə qəşəng çiçəkləyiblər. Bu da yerdə olan geranımdır. Bu da çox qəşəng çiçəkləyib. Buradan biraz buraların qüsuruna baxmayın. Belə hər yanımız tökülüntü, belə hər yan bulaşıq, hər yan belə pis gündədir. Amma çalışacağım gözəl şeylər çəkim. Belə buralar bu açıq, birazı qalıqdır. Orada elə bir daşımız var idi. Belə yığılan daşların yanında qalıb. Buralar tamam havasızlıqdan biraz xırda qalıb. Buralar çiçək açıb. Bəzi güllərim artıq solub. Geranlarım əsas, geranlarım daha qəşəngdir. Bu gözəlimdə xeyli çiçəkləmişdi. Qısa videolarda bunların çalışmışam ki, hər gün gözəl vaxtlarını çəkim ki, yaddaşda qalsın. Biraz dağınıqlığa baxmayın. Bu mənim möhtəşəm tikənlər tacım. Artıq demək olar ki, tək belə çiçəyi var. Amma özü çox böyükdür. Qoyqam bu tərəfə keçə bilsəm. Belə çox böyükdür özü. İndi yekə qav alsam bunun qavını dəyişəcəm. Daha da böyüsün. Belə xoşum gəlir bunu. Bir-iki dənə videolarda görmüşəm. Çox böyükdürlər. Həqiqətən də qəşəng görünür. Biraz isti, biraz dağınıqlıq, biraz da susuzda qaldıqları olub. Belə xarab olub. Çalışmışam hər axşam su verim. Yəni istədiyim kimi eləyə bilmirəm, vaxt eləyə bilmirəm. Gözəl geranlarım dözümlü güllərdir. Həqiqətən də çox qəşəngdilər. İkinci dəfə çiçəkləridir artıq. Hamısı möhtəşəmdir demək olar. Belə hamısı çiçəkdədir. Bu ramaşkalarım da artıq solur.
Zinyalarım da qəşəngdir. Zinyalardır belə. O narıncı gözəl çiçəklərimdir, kozmoslar. Bu da qəşəng. Buradakı da mənim deyəsən top kimi açan kasımpatımdır. Bu da artıq başlayır çiçəkləməyə ağ rəngdə. Qırmızı geranlarım. Hamısı qəşəngdir çiçəklərimi belə göstərim. Bu da pəncərə önünə yığmışam bəzilərin. Hamısı qəşəng. Hər axşam bunu məndən soruşanlar var idi ki, nə qədərdən bir suluyursunuz. Hər axşam suluyuram. Mən kət torpağını əkmişəm deyə quruyan kimi torpağı olur, daş kimi. Yəni palçıqlı, çox sulayanda palçıq olur. Ondan sonra az sulayanda da kərpiş kimi olur. Ona görə mən hər axşam su verirəm bunlara. Onlar da belə dibləri yumuşaq olur deyə qəşəng açırlar. Qərənfillərim də qəşəngdir. Belə xarablarından qırıram, atıram. Belə. Geranlar həqiqətən çox vəfalı güllərdir. Geranlar dözümlü güllərdir. Nə torpağına əkirsiniz əkin, çox qəşəng qalır. Yəni olur da, o xarab olmur. Ən gözəl sevdiyim budur. Alyanaq. Çox qəşəngdir bu da. Güllərim hamısı gözəldir. Bu da qırmızı geranım yenə qəşəng açıb. Heç bir şey eləməmişəm qızlar. Kürmür filan heç nə verməmişəm bu aylarda. İsti aylarıdır. Axşamdan axşama çalışmışam ki, su verim. Ancaq elə suların hər axşam verirəm. Gündüz isti saatlarda su vermirəm. Axşamlar suyun verirəm, bəs eləyir. Elə ondan da qəşəng olurlar. Hər axşam mən suluyuram. Yəni indi bəlkə sizin torpaqlarınız torfludur. Çox su verəndə onlar kökü çürüyə bilər. Amma məndə bağça torpağıdır deyə, öz kəndimizin, məhəlləmizin torpağıdır deyə bizdə şeydir, sulamayan kimi bad olur. Ona görə də məcburam sulamağa. Çox yorucudur. 4-5 vedra su ilə bunları mən ancaq sulayıb qutara bilirəm ki, ölməsinlər. Qırmızı güllərim, ramaşkalarım da artıq solubdur. O tərəfdə də görürsünüz ki, orada da kasımpatlarım, bəziləri çiçəkləyib. Bəzi güllərim var, təzə əkdiklərimdən, o da gerandır. Belə bu rəngdən məndə yox idi. Misal üçün bundan əkmişəm. Bu da toxumdan əkdiyim gerandır. Qara yarpaq gerandan da çıxdı. İndi çiçəyi nətər olacaq bilmirəm, amma qara yarpaqdır. Bu ceyran gözüm də qəşəng açıb. Bəzi güllərim də qəşəng açıb. Bəziləri belə solub. Rudbeckia. Zinyaların indi dövrüdür. Zinyalar qəşəngdir. Buradan da yenə qırmızılar. Hər gün çalışıram ki, bunların xarab olan çiçəkləridir, yarpaqlarıdır. Onları təmizləyirəm. Su verməmişdən öncə eləyirəm bunları. Sonra da su verirəm ki, qoy yaxşı olsun. Bu da yenə ceyran gözləri ikinci dəfəsini artıq başlayıb çiçəkləməyə. Yeni güllərimlə belə keçə bilim. İnansız qızlar, bir belə gülləri bilməmişəm hara yığım, bilməmişəm nə eləyim. Güllərim yazıqlar nə günlərə qalıb. Çöllərdə, o istilərdə yığmışam çölləri hamısını. Həqiqətən də xarab olur demək olar. İntihası məni buraxmırlar da, ölmürlər. Dözürlər göç istilərə. Bu da yenə əkdiklərimdəndir. Bunu da yenə əkmişəm. Bunlar elə məndə var idi. O ceyran gözü də mor rəng açandı. İndi istədilənsə belə şey eləyir. Rəngi açıq çıxıbdı. Bu da bir başqadır. Bu da xeyli aşmışdı. İndi biraz solub. Tamam solublar. Belə bunları da buraya yığmışam. Onları da oraya yığmışam. Keçə bilsəm. Burada çox dardır. Hərəkət eləmək həqiqətən də olmur. Bu da yenə öz gözəlliyini göstərir. Görürsünüz ki, nə qədər açıb yenə. Hələ bir xeyli də xarab olmuş çiçəklərini təmizləmişəm. Belə qalıb amma. Bu vəfalı güldür. Bundan artıdığım biri var. O günlərim qabını dəyişdim. Bir 3-4 gün olar.
balaca qavda idi. Əkdim bir başqa qava bura qoymuşam. Yəni mən elə yadıma düşən kimi ya qavım olan kimi o dəqiqə dəyişirəm. Ya harasa geçsəm bir budaq gətirirəm, əkirəm, nədənsə tutur. Yəni tutmadığı olmur. Amma sərin yerə qoymaq lazımdır da. Sərin yerə qoymaq şərti ilə bunların hamısını qavını dəyişə də bilərik. Nə bilim bir budaq hardansa tapırsansa əkmək də lazımdır. Bunu da yeni əkmişəm. Sən demə bundan varım imiş. Mənə elə gəlir ki, o pəncərənin önündəkindəndir bu. Bunu da təzə əkmişəm. Bu da qəşəkdir. Bunu da təzə əkmişəm. Bir budaq əkmişdim, balacaydı. İndi qavını dəyişdim. Bunun da bir həftə olar. Yaxşıdır. Köklü olanda kökünü tərpətmirəm. Elə qavdan çıxardıb digər qava torpağın üstünə qoyuram. Qəşək qalır. Bunun tamam çiçəyin fərqli çiçəkləri var. Belə tamam fərqlidir. Belə. Bu da yenə nar çiçəyi rəngim. Görürsünüz nə qədər hələ təmizləyirəmsə də xarab belə yarpaqları var. Çünki istidir. Çox istidən torpağım da bərkdir deyə tez xarab olur məndə. Bu da bəlkə də tumurcuq verdi. Bu da qəşək. Ola bilsin ki, tumurcuqlarda onlar avqust açır. Bir digərim də budur. Bunun da qavını dəyişmişdim bir ay bundan öncə. Bu da böyüyüb artıq. Belə rənglidir. Amma deyəsən biraz boyludur bu. Bu da qəşəkdir çiçəkləri. Bu da xeyli açmışdı ikinci dəfəsi. Artıq xarab olub. Belə buradan da bu sarı çiçəklərimdir. Rozadır. Rozada çiçəkliyib solub artıq. Bilmirəm, çəkmişdim, sizə çəkməmişdim. O toxumdan belə şitilin gətirib əkmişdim. Nədir bu? Bodrum papatyasının. Həmindir, budur o. Görürsünüz necə gözəllik gəlib. Belə buradan da yenə bir başqa digər dahliya. Gödək boylu olandan da bu da balaca boylu olandan. Belə alov rənglisi. Bunlar. Bu da özüm budağından əkiklərimdir. Bilirsiniz də, daim izləyicilərimiz bilir mənim budağından əkmişdim bu bodrum papatyasını. Görürsünüz ki, çox qəşəng olubdur. Bu da yenə dahliyamdır. Bir res ağaçmışdı. İndi də bir res bu rəng açmağa başlayır. Bu da mənim ağ geranımdır. Belə burada qalıbdır. Bunların altında anam bura boranı əkifdir. Boranını demək olar ki, yarpaqları bunların üstünə düşür. Bu da qalıb burada. Ağ geranım da belə xeyli böyüyüb. Burada qalıbdır. Buradan da qızlar sizə çəkməmişdim mən. Burada da belə bir yer düzəltmişəm. Kərpişdir bunlar. Palçıqdan olan kərpişlər. Buradan belə yer düzəltmişəm. Bura boş idi axı, bilirsiniz. Buradan belə yer düzəltdim. Bu qızıl sancaqlardan əkmişəm. Bilsəm bura bir dənə təkcə qızıl sancaq əkərdim. Yəni bunları arxasından əkdim. Bunun da şitilindən elə bil ki, bunları da ön tərəfindən əkmişəm. Belə. Amma qızıl sancaqlar o qədər böyüyüb ki, onlar tamam elə bil olub da, nətər deyim. Onlar elə bil ki, qalıb altında belə xarab olubdur. Ona görə də bir dənə qızıl sancaq, bu gödək boylu olanlardandır. Belə gödək boy olanlardandır. Yəni elə bir dənə bunlar olsa bəs imiş də, elə çox gözəl də olarmış. Görürsünüz ki, xeyli də çiçəklər var. Biraz arada bir hündüşkalarımız var. Onu yola çıxardanda istər-istəməz belə ayaqların qoyurlar buradan. Xarab eləyirlər hamısını. Çox gözəldir, həqiqətən də o qədər də. Həqiqətən də o qədər gözəldir, qoxusu var ki, çiçəklərinin də. Çox xoşum gəlir bundan. Buranı belə
Sırf bunlara ayırmışam. Belə gözəl. Buradan da bax belə bunlardır. Bunları da hamısı açıb solublar. Bu böyük olan krizantemimdir. Belə sizə bir video çəkmək istədim. Görürəm ki, bəzi dostlarım darıxıblar videolardan ötürü. Mən də sizi qırmaq istəmədim. Belə buralarda çox qəşəng açmışdı bunlar. O qədər gözəl açmışdı. Həqiqətən də insanın ruhunu oxşayırdı. Digər tərəfə də sizə çəkim. Digər tərəfdə də belə stolun üstə yığmışam nə varsa. Belə hamısını yığmışam stolun üstə. Buradan başlayayım. Burada yenə ceyran gözümdür, mor rəngi olan. Yəni indi hava istidir, belə açıq rəngdədir. Bunlar tünd marqaniz rəngi idi. Bunlar da balaca qədifələrdir. Qavlara əhmişəm, yağ qavlarına. Belə, bu da mənim gözəllər gözəlim. Hər gün çiçəkləyir demək olar. Birdən olur ki, 3-4 dənəsini birdən açır. Birdən olur bir açır. Amma neysə ki, elə hər gün bunun çiçəyi var. Çox gözəldir. Bunun digərlərində görmüşəm. Məndə 3 dənəsi var. Açıq qırmızı tək ləçək. Top belə açan qırmızı. Bir də bu rəngim var. Başqa rəngim yoxdur. İndi onlardan da almaq fikrindəyim. Bu aralar bunlara xoşum gəlir. Kitayski rozaları daha çox sevməyə başlamışam. Belə digər geranlarım, inanırsınız bu güllərim yazıqlar. Günün qabağında kalanşoların bir hala qalıb. Həqiqətən çox pis günə qalıbdılar hamısı. Günün qabağı gah isti olur, gah soyuq olur. Bu da mənim minə çiçəyim. Çox gözəlləşib. Bunları da bu əkmişdim. Belə görürsünüz. Bu qırmızısı, bu da mor içi ağlısıdır. Bu bir ara ölmək istədi, amma ölmədi. Elə qəşəng qalıb. Gözəl minə çiçəklərim. Bu da artıdığım bir ay bundan öncə o qəşəng zoğalına rəngi açan geranımdan qırıb əkmişəm. Qav var idi, qavı boş qoymaq istəmədim. Elə qırdım əkdim ona. Deyəsən tutubdu. Həm təzə yarpaqlar gəlir, həm də çiçəklər. Bu da yenə tikənlər tacından. Bu da bir başqa rəngdə olan balaca gül. Dahliya. Bu da özümün əkib bitirdiyim yerdə idi bu. Bunu orada təmir işləri gedir deyə, ayaq altında qalmasın deyə qava əkdim. Çiçəkləyir tək-tək. Yekə qava olsa, yekə qava əkəcəm. Olmasa da görün bəlkə yerə əkdim, bilmirəm, amma nəsə bir şeylər olacaqdı güllərim. Bu da digər olan tikən tacım. Bu da mənim bir dənə olan yeganə sukulentim. Onda niyəsə bilmirəm, xarab olubdu. Bir ara xarab olmuşdu. İndi yarpaqlarından çıxır belə. Bilmirəm, nə qədər gülləri sevsəm də, neynirəmsə bu kaktus növlərin, bu sukulent növlərin bilmirəm, niyəsə ona qarşı elə çox istəyim yoxdur. Bu da mənim gözəl zinyalarım. Bunları mən əkməmişəm. Keçən il burada olanlarımdır. Özləri yerə tökülüb. Buradan da başlayıblar belə çıxmağa. Hamısı özləri bitənlərdir bunlar. Yəni səpməmişəm də, mən bunu ştil filan heç nə eləməmişəm. Elə özləri yerə tökülür burada, buradan da çıxırlar. Bunların digər qəşəng rəngləri də var. İndi nə vaxtsa bəlkə onlardan da əldə elədim, əkdim. Belə qəşəngdir bunlar da hamısı. Elə əslində yay gülləri bunlar yaxşıdır. Bunlar dözümlü olur da. Qav gülləri insanı biraz yorur. Ora daşı, bura daşı. Bu da bu tərəfdən, bura bizim heyvan saxladığımız yerin yanıdır. Belə bir tərəfindən də bunu əkmişdim. Bunlar da hamısı qəşəng çiçəkdədir. Belə. Çox gözəl qoxuları gəlir. Belə, bunları belə. Burada hamısı. Bu da axşam səfaları. Belə qəşəng rəngləri var bunların da. Dəyişik rəngləri çıxır. Çox qəşəngdir.
Bu da keçən ildən özü toxum düşüb bura. Burada üzü bitifdir. Yəni bunu da əkməmişəm də elə. Keçən ildən burada olanımdır. Qızlar, bu da mənim yazdaçası gülüm. Belə tamam aşıb buratan gəlmişdilər. Mən bunu belə iplə belə bağlamışam, topalayıb. Yazı gözləyirəm səbirsizliklə. Sağlıq olsun, açsın, tutarsın. Bunların hamısını qırmaq fikrindəyim. Çünki çox yer zəbt eləyir. Biraz da qapıda ilan filan olar deyə adam qorxur belə çox vahiməli güllər saxlamağa. Belə görükür. Belə zinniyalarım hamısı. Bunlar da qəşəkdir. Başqa güllərim bu avqust gülləridir. Bunun aralarında bunlardan yenə var, amma bunlar alt qalxıb deyə onlar aşağıda qalıb. Bu cürdə olan belə gülüm var. Bunlar da biraz boylu olanlardır. Qətifələrin boylu olanlarında. İri baş deyirlər falan, belə bir söz deyirlər buna nədirsə. Bu da yenə dəhliyamdır. O qədər açmışdılar ki qızlar, çox qəşəng açmışdılar. Hamısının biraz gündə xarab oldu, həm də vaxtı keçirdi. Biraz keçəndən sonra xarab olur. Bu da askıdakı güllərimdir. Gətirib bura asmışam ki, qoy yazıqdılar, qalmasınlar ortalıqda. Bu da qırmızı açanım. Buranı da dünənlərim biraz o sarı açan o altın başaq deyirlər. Onları çıxartmışam buradan. Yerinə başqa güllər əkmişəm. Yəni buradan çox yer zəbt eləyirdi. Ona görə çıxartmışam onları. Belə bu da yenə askıda olanımdandır. Gətirib bura asmışam. Belə hələ ki artıq axşamdır deyə bunlar yumulurlar. Burada da bir dahliyadır. Vedrada. Buradan da burada belə olub qızlar. Hamısı belə. Güllərim hamısı xarab olub, təmiz. Burada bir dənə qıraqdan bu qalıb. Bir dənə də qıraqdan bu tərəflər qalıbdır. Yəni hamısı xarab olub. Hələ deyək gör belə işlərimiz var. Hamısı sökülür, tökülür. Belə buradan da keçin. Bunları göstərim sizə. Bunlar da yaxşıdır. Belə qızlar. Buradan da sizinlə sağollaşıram. İnşallah ki yeni videolarda Allah'ın izniyle görüşərik. Vaxtım olduqca çalışacağım ki sizin üçün videolar çəkim. Hələlik dostlarım. Allah'a emanet olun. Kanalıma abone olun. Like edin.